Bu da yeni Xiaomi 17 seriyası. Xiaomi'nin ne vaat ettiyse 15'ten 17'ye geçtiler. Ama düşündü ki iPhone 17 ile eyni olsun diye onu altına ötürüblər. Lakin Xiaomi prezidenti deyir ki yalan söhbətdir. Maşınları olan Su7 U7'deki 7 rəqəminə görə 17 ediblərmiş. Amma niyəsə indiyə qədər heç vaxt Pro Max adı işlətmirdilərsə həmin Max'ı da seriyaya əlavə edib ən güclü modeli Xiaomi 17 Pro Max adlandırıblar. Neysə. Əsas məsələ arkada 120 Hz AMOLED ekranı var. Bu ekrana dediklərinə görə 140 milyon dollar xərcləyiblər. Ekranda nə istəsən edirsən, hətta bu кейslə retro oyunlar da oynaya bilirsən. Apple belə bir ada gətirdi. Xiaomi də deyir ki, adını falan boş verin, alın sizə elə ada boyda ekran. Hələ bir təqdimatda 7000 mAh batareyalı Xiaomi 17 ilə iPhone 17-ni də qarşılaşdırdılar. iPhone 17 5 saata 20%-ə düşəndə Xiaomi Powerbankını taxdı. Əlavə 12 saat işləyəndən sonra iPhone 17 yenə söndü və Xiaomi-də hələ 26% enerji qalmışdı. Sadənin arxasında ekran yoxdur, Pro və Pro Max-da var. Bir də dünyada Snapdragon 8 Elite 5-ci nəsil prosesor alan ilk smartfonlardır. Qalan hər şey isə Pro Max-daki 7500 mAh batareyaya qədər ən premium səviyyədədir. Arxalı önlü AMOLED ekran, istəsən arxa kamera ilə selfini çəkirsən, belə böyük batareya daha nə olsun, elə əsl 17 Pro Max özüdür.